Qəzza zolağında münaqişənin həlli ilə bağlı razılaşmaya çox yaxınıq. Bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra bəyan edib. Ağ Ev rəhbəri bu anı tarixi gün adlandırıb. Həmas bu təklifi qəbul etsə, 72 saat ərzində Qəzzada saxlanılan bütün girovlar dərhal azad ediləcək. Bu da əməliyyatların başa çatması deməkdir. Həmas razılaşmanı rədd edə bilər. Əgər bu baş versə, biz İsrailə başlanmış işi başa çatdırmaq üçün dəstək verəcəyik. Lakin Həmasın müsbət cavab verəcəyinə əminəm. İsrailin baş naziri isə Dohada Həmasın sığınacaqlarına hava zərbəsi nəticəsində bir sakinin həlak olmasına görə Qətərdən üzr istəyib. Qəzza ilə bağlı nizamlanma planına gəlincə Netanyahu dəstəyini ifadə edib. O planın maddələri barədə daha ətraflı danışıb. Bütün girovlarımız, həm sağ, həm də həlak olanlar dərhal evə qaytarılacaq. Həmas silahsızlaşdırılacaq. Qəzza demilitarizasiya olunacaq. İsrail təhlükəsizlik məsuliyyətini üzərinə götürəcək və nəhayət Qəzzada Həmas tərəfindən idarə olunmayan mülki administrasiya yaradılacaq. Həmasın tam silahsızlaşdırılması və Qəzzanın demilitarizasiyası üçün beynəlxalq qurum yaradılacaq. Mən Donald Trump'ın bu quruma rəhbərlik etməyə hazır olmasını yüksək qiymətləndirirəm. Sülh planı ümumilikdə 20 maddədən ibarətdir. Plan həmçinin İsrail qoşunlarının girovların azad edilməsinə hazırlıq üçün razılaşdırılan xəttə çəkilməsini nəzərdə tutur. Bu razılaşma qəbul edildikdən sonra Qəzza zolağına tam həcmdə humanitar yardım göndəriləcək. Yardım müxtəlif beynəlxalq təşkilatlar tərəfindən paylanılacaq. Trump'ın sözlərinə görə Qəzzanın idarə olunması ixtisaslı Fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət müvəqqəti keçid hökumətinə həvalə edilməlidir. Həmin hökumətə nəzarəti ABŞ prezidentinin başçılığı ilə Sülh Şurası həyata keçirəcək. Qəzzadakı münaqişəni bitirən və mülki əhali arasında yeni itkilərin qarşısını alan istənilən təklif müsbət inkişafdır. Mən hesab edirəm ki, bu hamı üçün qələbədir. Prezident Trump sülh razılaşmasını əldə etmək imkanı qazanır. Münaqişə başa çatır. İsraillilər girovlarını və əsirlikdə həlak olanları geri alır. Fələstinlilər isə ölkələrinə başçılıq etmək hüququnu qazanırlar. Məncə Həmas sülh planını qəbul etməyə məcbur olacaq. Onların başqa çıxış yolu yoxdur. Hamı razıdır ki, Həmas Qəzzanın gələcəyində heç bir rol oynamamalıdır. Həmasdan Trump'ın təklifinə hələ birbaşa cavab yoxdur. Qruplaşmanın nümayəndəsi bildirib ki, təşkilat müxtəlif təklifləri müzakirə etməyə açıqdır, lakin prinsiplərindən imtina etmək niyyətində deyil. Kütləvi informasiya vasitələrinin məlumatına görə Həmas bununla bağlı bir neçə gün ərzində dəqiq cavab verəcək.